Salam dostlar, mən İqbal Bağırlı. Aslanlar haqqında heç yerdə eşitmədiyiniz 10 gizli fakt videosuna xoş gəlmisiniz. Bugün sizə aslanlar haqqında danışacağım. Amma aslan heyvanların kralıdır və ya aslanın yalı var kimi uşaqların belə bildiyi şeylərdən yox, bugün internetdə, kitablarda, hər addımda qarşınıza çıxmayan, bəlkə də həyatınızda ilk dəfə eşidəcəyiniz ən qəribə və ən vəhşi sirləri açırıq. Hazırsınızsa, gəlin pərdə arxasına keçək və əsl aslanları kəşf edək. Videonu sona qədər izləyin, çünki sonda deyəcəyim fakt sizi çox təəccübləndirəcək. Kanala abunə olmağı və videonu bəyənib paylaşmağı unutmayın. Başladıq. Birinci fakt. Barmaq izi əvəzinə bığ ləkələri. Bilirdinizmi ki, hər bir aslanın üzündə tamamilə unikal bir şəxsiyyət vəsqəsi var? Bəli, söhbət onların bığlarının dibindəki kiçik qara ləkələrdən gedir. İnsanların barmaq izləri necə təkrar olunmazdırsa, aslanların da bığ dibindəki ləkələrin düzülüşü eləcə bənzərsizdir. Alimlər vəhşi təbiətdə aslanları bir-birindən ayırmaq və onları qeydiyyata almaq üçün məhz bu ləkələrin xəritəsindən istifadə edirlər. Yəni, iki eyni ləkə düzülüşünə sahib aslan tapmaq qeyri-mümkündür. İkinci fakt. Aslanların gizli kompas sistemi. Aslanların quyruğunun ucunda qara rəngli tüklərdən ibarət bir püskül var. Bunu yəqin ki görmüsünüz. Amma bu püskülün nə işə yaradığını heç düşünmüsünüz? Balaca aslan balaları hündür otların arasında hərəkət edərkən analarını itirməmək üçün bu quyruq püskülünə baxırlar. Ana aslan quyruğunu yuxarı qaldırır və uclarındakı qara püsküllər balalar üçün vəhşi təbiətdə canlı kompas, mayak rolunu oynayır. Bu onların bir-birini itirmədən hərəkət etməsi üçün mükəmməl bir təkamül hiləsidir. Üçüncü fakt. Yağış və fırtına ovçuları. Aslanlar ən çox nə vaxt ov edirlər? Gecə. Bəli, amma ən uğurlu ovlarını güclü fırtına və tufan zamanı edirlər. Təbiət qəzəblənəndə, göy guruldayıb güclü külək əsəndə ot yeyən heyvanlar həm qorxurlar, həm də küləyin səsindən aslanın yaxınlaşan addımlarını eşidə bilmirlər. Üstəlik, güclü külək aslanın qoxusunu da dağıdır. Məhz buna görə tufanlı havalar aslanlar üçün əsl ziyafət vaxtıdır. Dördüncü fakt. Kral əslində çox tənbəldir. Filmlərdə aslanları həmişə qorxulu, hər an hücuma hazır görürük. Amma reallıq tam fərqlidir. Aslanlar pişik fəsiləsinin ən tənbəl üzvləridir. Onlar günün düz 16 ilə 20 saatını sadəcə yatmaqla və ya dincəlməklə keçirirlər. Səbəbi isə çox maraqlıdır. Aslanların bədənində çox az sayda tər vəzləri var. Enerjini qorumaq və bədənlərini sərin saxlamaq üçün onlar hərəkətsiz qalmağa məcburdurlar. Kral dediyimiz canlı əslində günün böyük hissəsini divanda yatan ev pişiyindən fərqlənmir. 5-ci fakt. Səs tellərinin qəribə quruluşu. Bir aslanın nərəsi təxminən 8 kilometr məsafədən eşidilir. Bəs bu dəhşətli səsin sirri nədir? Digər bütün pişiklərin və məməllərin səs telləri üçbucaq formasındadır. Amma aslanların səs telləri düz və kvadrat formasındadır. Bu qeyri-adi anatomiya sayəsində hava onların boğazından daha az müqavimətlə keçir və səs dalğaları inanılmaz dərəcədə güclü, dərin bir səsə çevrilir. Bir aslan bağırdığında çıxan səs dalğaları meşə bəylərinin maşın siqnallarından belə daha güclüdür. 6-cı fakt. Aslanların ən böyük düşməni gözləmədiyiniz heyvan. Aslanın təbiətdə rəqibi yoxdur, deyirlər. Bəs onun ən böyük və
təhlükəli düşməninin kirpi olduğunu bilsəniz nə deyərdiniz? Bəli, Afrikada yaşayan oxlu kirpilər aslanlar üçün ölümcül təhlükədir. Kirpinin uzun və zəhərli olmayan, amma çox sərt oxları aslanın çənəsinə və ya ağzına batdıqda aslan onları çıxara bilmir. Bu tikanlar zamanla iltihab yaradır və aslanın yemək yeməsinə mane olur. Çox vaxt vəhşi təbiətdə aslanlar məhz kirpi tikanlarının yaratdığı yaralar səbəbindən aclıqdan tələf olurlar. 7-ci fakt: analıq həmrəyliyi və süd bölüşməsi. Vəhşi təbiətdə egoizmin olmadığını sübut edən bir fakt. Bir aslan dəstəsində, yəni Pride-da dişi aslanlar çox vaxt eyni vaxtda bala doğurlar və ən qəribəsi odur ki, analar yalnız öz balalarını əmizdirmirlər. Pride-dakı hər hansı bir balaca ac olduqda istənilən ana aslanın yanına gedib süd əmə bilər. Dişilər balalar arasında heç bir fərq qoymurlar. Bu cür analıq həmrəyliyi balaların sağ qalma şansını kəskin şəkildə artırır. 8-ci fakt: onlar pəncələrinin üzərində yerimirlər. Biz elə bilirik ki, aslanlar pəncələrinin üzərinə tam basaraq yeriyirlər, amma əslində onlar barmaqlarının ucunda yeriyirlər. Yəni aslanın dabanı yerə heç vaxt dəymir. Barmaq uclarında yerimək onlara qəfil sürət yığmaq üçün böyük üstünlük verir və ovlarına səssizcə yaxınlaşmağa kömək edir. Kral dediyimiz bu heyvanlar əslində vəhşi təbiətin balet rəqqaslarıdır. 9-cu fakt: gözlərini hərəkət etdirə bilmirlər. İnsanlar gözlərini sağa sola, yuxarı aşağı hərəkət etdirə bilirlər, amma aslanlar bunu edə bilmirlər. Onların göz alması kəllə sümüyünə çox möhkəm bərk edilib. Buna görə də bir aslan yan tərəfə baxmaq istəyirsə gözünü yox, bütün başını o tərəfə çevirməlidir. Amma bunun əvəzində təbiət onlara gecələr insandan 6 dəfə daha yaxşı görmə qabiliyyəti vermişdir. 10-cu fakt: Pride-dan, yəni dəstədən qovulan erkəklərin gizli ittifaqı. Və gəldik sonuncu fakta. Biz həmişə bilirik ki, aslanlar böyük ailələr, yəni Pride-lar şəklində yaşarlar. Amma gənc erkəklər müəyyən yaşa çatanda ailənin başçısı tərəfindən oradan qovulurlar. Bəs bu tək qalan gənc aslanlar nə edir? Onlar vəhşi təbiətdə tək başına sağ qala bilməyəcəklərini başa düşürlər. Buna görə də digər qovulmuş gənc erkəklərlə birləşib gizli koalisiyalar, yəni qardaşlıq ittifaqları yaradırlar. Onlar birlikdə ov edir, bir-birini qoruyur və güclənirlər. Bu qeyri-adi dostluq sayəsində onlar gələcəkdə birlikdə başqa bir ailəni ələ keçirirlər. Yəni aslanlar həm də çox güclü strategiya və ittifaq quran canlılardır. Bəli, əziz dostlar, aslanlar haqqında o qədər də məşhur olmayan 10 gizli, inanılmaz faktı sizinlə bölüşdüm. Siz ən çox hansı faktla təəccübləndiniz? Şərhlərdə mütləq yazın, hamısını oxuyacağam. Bu cür heç yerdə olmayan məlumatları qaçırmamaq üçün videonu bəyənməyi və kanala abunə olmağı, dostlarınızla paylaşmağı unutmayın. Növbəti maraqlı videolarda görüşənədək hələlik.